Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Antoni Blinken Şimali Makedoniyanın paytaxtı Skopyedə görüşüb. Bu barədə erməni mətbuatı məlumat yayıb. Tərəfləri Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələlərini, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində baş verən son hadisələri müzakirə edib. Yuxarı Laz keçid məntəqəsinin bağlanması Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir. Bunu Ermənistanın Apavin Nəqliyyat Logistika şirkətinin direktoru Qaqiq Ağacanyan deyib. Yuxarı Laz keçid məntəqəsini sadəcə keçid məntəqəsi hesab etmək olmaz. Bu simvoldur. Bu keçid məntəqəsinin bağlanması Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir. Çünki başqa yerlərdə çətin tapılan mallar Ermənistana məhz Rusiyadan gəlirdi. Qeyd edək ki, Rusiya artıq bir həftədir Ermənistandan gedən və kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının Yuxarı Laz keçid məntəqəsindən keçməsinə qadağa qoyub. Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi? Mövzu ilə bağlı qlobala danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri 2020-ci ildə dünyada pandemiya elan olunan zaman məktəblərin dərhal bağlanması ilə bağlı qərar qəbul edən ölkələr arasında Azərbaycanın 12-ci olduğunu xatırladıb. Onun sözlərinə görə, xəstəlik sürətlə yayılmadan Azərbaycan lazım addımlar atıb. Bu addım tədrisin keyfiyyətinə mənfi təsir etsə də məktəblərdə bir çox fəsadın qarşısını almış oldu. Təəssüf ki, indi də qızılca xəstəliyi yayılıb. Bu xəstəliyin epidemik və ya pandemiya səviyyəsinə çatmasını heç kim istəməz. Artıq 300-ə yaxın şəxs qızılcaya yoluxub, lakin bunun neçəsinin şagird olduğunu bilmirəm. Verilən qərara görə orta və yaşlı əhali də peyvənd olunacaq. Ən doğru qərar distant formanın tətbiqi ola bilər. Yəqin ki, dərslər hibrid formaya keçirlər. İndidən həyəcan təbliğ almaq lazımdır. Çünki bir nəfər eyni anda 10 nəfəri, 10 nəfər 100 nəfəri, 100 nəfər isə 1000 nəfəri yoluxdurma gücündədir. Əgər vəziyyət düzəlməsə və ciddi addımlar atılmasa, sayılarda artım olsa, mütləq hibrid tədrisi bərpa etməliyik. Düşünürəm ki, məktəblərdə xüsusi monitorinqlər aparılmalıdır. Qızılcanın olduğu təhsil ocaqları mütləq 2 həftəlik karantin alınmalıdır. Qarabağdan köçmüş separatçıların keçmiş müdafiə naziri Samvel Babayan deyib ki, özünü buraxmış qondarma Atsakın sonuncu rəhbəri Samvel Şahramanyan Azərbaycanla təmasdadır. Babayan bu barədə jurnalistlərə açıqlamasında deyib. Çox sevdiyiniz Samvel Şahramanyan danışıqlar aparır. Hər gün Bakıya zəng edir. İndi nə danışır? Ondan soruşun. Babayanın sözlərinə görə bu barədə qondarma Arsak deputatlarına Şahramanyan özü məlumat verib. Samvel Babayan onu da əlavə edib ki, Şahramanyan Qarabağ ermənilərinin evlərinə qayıtması ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparır. O, Şahramanyandan hansı rəsmilərlə danışıqlar apardığını açıqlamayıb. Bunu Arsak deputatlarından soruşun. O, jurnalistlərə kinayə ilə deyib. Բարև ձեզ հարգելի գործընկերներ, սկսում ենք կառավարության ülkeye qayıtmalarını 2022 թվականի սեպտեմբերի 29-ի հերթական նիստի աշխատանքները Nikol Paşinyanın göstərişiyle komanda տեղակ yoldaşları եք անշուշտ artık հարգելի qərbi Azərbaycan գործընկերներ konsepsiyasını երեք təqdim etmək Հայաստան-Ադրբեջան Bunlarımıza սահմանի hücumlamağa başlayıblar ki, հարավ-արևելյան nə varsa հատվածում Azərbaycanlılar Ադրբեջանի qayıdacaqlar. Bu normaldır. զինված ուժերը Ekspertlər. հերթական Արեբեկյանın սադրանքներ iddiasına göre իրականացրել Ermənistan rəhbərliyinin bu եւ siyasəti ինժեներական gözlədiyindən də աշխատանքներ sürətlə իրականացնող həyata մեր keçirlər. Arepetyan qeyd edib ki, artıq bu barədə ստորաբաժանման Nikol Paşinyan ուղղությամբ göstəriş verib. հարվածներ են Qarabağdakı keçmiş separatçı xuntanın keçmiş rəhbərlərindən biri Aray Kartunyanın istintaqa verdiyi ifadələr şok effekti yaradıb. Rəsmi olmayan həmin məlumatda iddia olunur ki, Aray Kartunyan özünə qarşı elan olunan bütün iddiamlara mən kim idim ki, orduya əmr verəm? Bütün əmirlər Ermənistan Müdafiə Nazirliyindən gəlirdi. Mənim rəhbərliyim ancaq nominal idi. Görüntü xarakteri daşıyırdı. Gəncəyə, Bərdəyə, Mingəçevirə atılan bombalar Ermənistan ərazisindən atılıb. Mənim elə bir əmr vermək səlahiyyətim olmayıb. Hamısını Paşinyan əmr edib. Mənə də əmr etdi. Efirə çıxıb hər şeyi özlərimə götürdüm. Ermənistanı məsuliyyətdən yayındırdım. Azərbaycan dövlətində o raketlərin trayektoriyası barədə dəqiq məlumatlar var. Yoxlayın. Görün onlar hansı ərazilərdən atılıb.
Bir sözlə, separatçı qurumun keçmiş ideoloqu və rəhbəri bütün günahı Paşinyanın üzərinə atmaqla həyasızcasına özünü təmizə çıxartmağa çalışır. Məlumatda o da vurğulanır ki, istintaq prosedurları zamanı Araykın ən sevimli əyləncəsi alov güllələrinə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır. Nə gözəldir, mən ailəmlə Bakıda yaşamaq istəyirəm, deyə hər dəfədə yaltaq-yaltaq təkrar edir. Məlumatda o da vurğulanır ki, Arayk Artunyan və digər separatçı dustaqlar hər həftə ailələri ilə telefonla danışır. Yaxşı qidalanır, yaxşı şəraitdə saxlanır. İddia olunur ki, Arayk 10 kiloqram kökəlib. Braziliya ordusunu Venezuela ilə sərhədə göndərib. Bu barədə Türkiyə qəzeti məlumat dərc edib. Məlumata görə, Braziliya Kəşfiyyat Xidməti Venezuela ordusunun Guyana Respublikasına qarşı hərbi əməliyyata başlayacağına dair kəşfiyyat məlumatı aldıqdan sonra sərhədə ordu toplayıb. Qeyd edək ki, Venezuela və Guyana arasında münaqişələrin olduğu iddia edilən video sosial mediada sürətlə yayılıb. İddiaya görə, Venezuela qüvvələri Guyanaya daxil olub. Guyananın nəzarəti altında olan Essequibo bölgəsi mineral və təbii ehtiyatlarla zənginliyi ilə tanınır. Bu bölgə iki ölkə arasında mütəmadi olaraq mübahisələrə səbəb olur. Qəzza zolağında girov saxlanılan bütün qadın və uşaqlar azad olunarsa, İsrail Həmas ilə atəşkəs müddətini daha 3 gün uzadacaq. Bu barədə Times məlumat yayıb. İsrailin məlumatına görə oktyabrın 7-sində 100-ə yaxın qadın və uşaq girov götürülüb. Qəzza zolağında 4 günlük humanitar atəşkəs noyabrın 24-də başlayıb. Daha sonra isə 2 gün uzadılıb. F-16'ların tədarükü Rusiya ordusuna itkilər verməyə imkan verəcək. Eyni zamanda Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirəcək. Lakin başa düşməliyik ki, bu özü-özünə bütün problemləri həll edəcək və döyüş meydanındakı vəziyyəti kökündən dəyişdirəcək bir gümüş güllə deyil. Bunu NATO baş katibi Jens Stoltenberg mətbuat konferansında deyib. O qeyd edib ki, Rusiya yalnız sinxron şəkildə birlikdə istifadə olunan müxtəlif qüvvə və imkanların köməyi ilə qalib gəlmək olar. Rusları geri çəkilməyə məcbur etmək üçün uzun və çətin döyüşlərə hazırlaşmalıyıq. O, Ukraynaya təyyarələrin nə vaxt təhvil veriləcəyini açıqlamayıb. Təyyarələr var, lakin hər şey pilot hazırlığından asılı olacaq. Qəzzada heç bir yer təhlükəsiz deyil. Bunu Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterres deyib. Baş katib qeyd edib ki, Qəzza əhalisinin 80%-i evlərindən çıxarılıb. İsrail indiki humanitar fasilə başa çatan kimi Qəzza zolağında hərbi əməliyyatları bərpa edəcək. Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. Bir həftə ərzində biz çox böyük uğur əldə etdik. Tutulan girovları geri qaytardıq. Bir həftə əvvəl bu fantaziya kimi görünə bilərdi. Amma biz buna nail olduq. Birmənalı şəkildə deyirəm ki, əməliyyatı davam etdirəcəyik. Bu mənim siyasətimdir. Nazirlər Kabineti, hökumət, əskərlər, xalq yanımızdadır. Biz bunu edəcəyik. Fələstin-İsrail münaqişəsi zonasında əməliyyat problemlərinin həlli ilə paralel olaraq həqiqi müstəqil Fələstinin yaradılması üzərində işə başlamaq lazımdır. Bu barədə Türkiyə Xarici İşlər Naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının iclası çərçivəsində keçirilən mətbuat konferansında deyib. Nazir bildirib ki, Türkiyə beynəlxalq ictimaiyyətin həm hüquqi, həm də mənəvi öhdəliklərini yerinə yetirməsi üçün intensiv işlər görür. Hakan Fidan təcili atəşkəsə nail olunmasının vacibliyini bəyan edib. Qəzzaya humanitar yardımın çatdırılması üçün də təcili yardıma ehtiyacımız var. Amma bununla paralel olaraq biz mövcud problemin kökünü həll etməyə, iki dövlət prinsipi əsasında nizamlanma üzərində işləməyə başlamalıyıq.